Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Bugün 19 iyun sertifikasiya imtahanında istifadə olunmuş bəzi kurikulum suallarına və toxunulmuş mövzulara baxacağıq. Çox diqqətlə dinləyin. Demək, ilk sualımız belədir ki, mağazalarda müxtəlif endirim kampaniyası təşkil olunur. Həmin mağazalarda endirim kampaniyasından ən səmərəli olanı seçin. Müəllimlər, ən səmərəli olanı seçmək, daha səmərəli olanı seçmək, daha faydalısını, daha yaxşısını, yəni olan bir şeylərdən qarşı-qarşıya qoyub, tutuşdurub, təhlil edib, daha yaxşısını, daha səmərəlisini, ən səmərəlisini seçmək yadda saxlayırıq ki, təhlil etmə mərhələsi olacaq. Gəlirik ikinci sualımıza. Müəllim fəza fiqurları mövzusunu tədris edir. Daha sonra şagirdlərə tapşırıq verir ki, şəhər parklarının birində bu fiqurlardan istifadə etməklə bir əşya düzəltsinlər. Müəllimlər, şagird yeni bir əşya düzəldəcək burada. Situasiyanı bir də özünüz öz səsinizdən oxuyarsınız və təsəvvür edərsiniz. Şagird yeni bir əşya, yəni özü üçün, özü istədiyi, öz təxəyyülünə uyğun bir əşya düzəltdiyi üçün olacaq deməli yaratmaq mərhələsi. Üçüncü sualımıza baxırıq. Bir həftəlik məktəb bufetinin yemək menüsünü hazırlayın. Hazırlanan menü həm sağlamlıq cəhətdən, həm də büdcəyə uyğun olsun. Verilmiş situasiyada hansı inteqrasiyadan istifadə olunmuşdur? Müəllimlər, müəllim şagirdi bufetə göndərsəydi ki, keçdiyimiz mövzuya uyğun hər hansı bir yemək hazırla və yaxud da ki, sinifdə bunu təşkil etsəydi, bu olardı fənn-üstü inteqrasiya. Amma biz görürük ki, müəllim burada həm hesablama istəyir, həm də sağlamlıqla bağlı, biologiya ilə bağlı məsələ qabarır. Daha bir haşiyə çıxmaq istəyirəm bu sualla bağlı. Deməli, ümumi olaraq siz burada həyati bir anlam görə bilərsiniz. Amma inteqrasiya elə bir mövzudur ki, orada müəllimin məqsədi, yəni istifadə etmək istədiyi məqsədi, demək istədiyi məqsədi üzə çıxmalıdır. Burada da biz görürük ki, sağlamlıqla bağlı məsələ var, büdcənin hesablanması var və iki fənnin əlaqəsi var. Ona görə də bu olacaq fənlər arası inteqrasiya. Yenə deyirəm, müəllim hər hansı bir ərzaqları şagirdə verib, ondan hər hansı bir, yəni dərsə uyğun, hər hansı bir yeməyi hazırlaması, salat hazırlaması tapşırsaydı və yaxud da şagirdlərlə bir yerdə yemək bufetinə düşüb bu yeməyi hazırlasaydılar, bu olardı fənn-üstü inteqrasiya. Amma bu, sadəcə olaraq müəllim şagirddən belə bir şey istəyir. Yəni, bu bufet hal-hazırda yoxdur, belə deyək. Konkret söhbət hər hansı bir tam olaraq, yəni kimin yeyəcəyindən, qədərindən falan belə bir şeydən getmir müəllimlər. Yəni, şagird bunu həyati olaraq tətbiq eləmir. Sonra toxunulan digər mövzulara baxaq müəllimlər. Toxunulan mövzular qiymətləndirmə ilə bağlı yenə toxunulub. Çox xahiş edərdim ki, bundan əvvəlki mövzuya baxasınız. Diaqnostik, formativ və summativ qiymətləndirmə haqqında 18 iyun eyni mövzulardır müəllimlər. Yəni, düşəcək mövzular eyni mövzulardır. Orada həm diaqnostik, həm formativ, həm summativ haqqında dəqiq məlumatları mən paylaşmışam sizinlə. Yenə deyirəm, diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir və müəllimə illik fəaliyyətini qurmağa kömək edir. Şagirdin maraq tələbatını üzə çıxardır. Digər, deməli, formativ izlənən, müşahidə olunan, gündəlik aparılan qiymətləndirmədir. Bunların heç birinin nəticəsi şagirdin sinifdən sinifə keçməsinə təsir göstərmir. Summativ qiymətləndirmə nailiyyətləri ölçən, bilik bacarığı ölçən qiymətləndirmədir və şagirdin sinifdən sinifə keçməsinə təsir edir, yəni rəsmi qiymətləndirmədir. Bütün qiymətləndirmələr önəmlidir. Taksonomiya, idrak taksonomiyası, xatırlama, anlama, tətbiq etmə, təhlil, dəyərləndirmə və yaratmaq mərhələsinə. Bununla bağlı təkrarlayırsınız, testlərə baxırsınız və yəni bilin ki, bu sualdan bir dənə test mütləq şəkildə düşür. Müxtəlif tipli situasiyalar və sinifin idarə edilməsi. Sinifin idarə edilməsində gözlənti, qayda, prosedurlar. Bununla bağlı da bundan əvvəlki videoda çox geniş, qəşəng bir izahımız var. Yəni həm də dünənki imtahana bu mövzuyla bağlı suallar düşüb. Qaldı ki, müxtəlif tipli situasiyalara müəllimlər situasiyanı oxuyanda birinci situasiyanın mənfi yoxsa müsbət hal olduğunu biz müəyyənləşdirməliyik. Yəni bu yaxşı şeydir yoxsa pis şeydir. Bundan sonra isə artıq kobud fikirlərdən uzaq dururuq. Yəni kobud, müəllim yönümlü fikirləri biz seçmirik. Daha çox müəllimin nəyisə gizli saxlaması, daha çox nəyisə özü həll etməyə çalışması, bax bununla bağlı, nəyisə eyni üsulla verməməsi, şagirdlərə bərabər yanaşması, şagirdlərin öyrənmə xüsusiyyətlərini nəzərə alması, diqqətli olması, təşəbbüsü ələ alması, gizliliyi, məxfiliyi qoruması adlı məsələləri testlərdə biz diqqətdə saxlayıb düzgün götürürük.